Sən gedəndən əvvəl, sən gələndən əvvəl. Hə, uşaqlar. Qabaq. Deməli, belə bir məsələ var. Bax, bu qabaqla əvvəl hər ikisi əvvəlki zamanı bildirirlər. Sonra ilə bəri isə sonraki zamanı bildirirlər. Hər zaman anlayışı bildirsələr də, biz bunları nə eləmirik uşaqlar? Sinonim kimi eyni yerdə işlədə bilmirik. Zəhmət olmasa Asim, Orxana bir dənə şapalaq vur, ayılsın. O gözləri düşdü dodaqlarının alt tərəfinə. Nə olub bala? Gizli uşaq saxlamısan? Deyirəm ki, Hüseyin müəllim. Dərsi Hüseyin üstünə qurduq. Hamı səndən əvvəl gəldi. Səndən əvvəl gəldisə, demək ki, sən gecikmisən. Düzdürmü? Burada nə ilə əvəz eləyəcək bunu? Hamı səndən qabaq gəldi. Nə zaman gəldi? Səndən əvvəl. Bütövlükdə uşaqlar, baxın, bayaqlarım əvvəl sözündən bağlı bir test düşmüşdü zərfdə. Əvvəl nə zaman qoşmadır, nə zaman zərfdir Zöhrab. O testdə çıxır qarşımıza. Çıxışlıq haldan sonra gəlibsə, qabaq sözündən əvəzləyə biliriksə, nədir? Qoşmadır. Əvvəl müstəqil işlənibsə qoşma ola bilməz. Deyirəm bala, əvvəl sən uşaq olardın. Nə zaman? Əvvəl. Keçmişdə. Orxan, gözlərin getdi, Orxan. Orxan, qalx ayağa bir dənə. Qalx ayağa. Nə olub bala? Elə qalx. Ayaq üstə dur. Yatdı uşaq, 3-4 dəfə yuxu gördü, qorxdu, səysəndə oyandı. Nə olub ay kişi? Ged üzvə su vur gəl. Aya da getmə. Dağıdacaqsan aləmi. Götür, telefon götürdü, getdi. Zeynəb, sən də yuxun gəlir. Can. Dərsimiz qutaraq şapalaqlayacaq, ayılacaqsın. Baxın, əvvəlin qoşma kimi işlənmədiyi, amma çıxışlıq haldan sonra gəldiyi bəzi məqam var. Burada artıq məna cəhətdən diqqət eləyəcəyik. Deyirəm ki, maşından əvvəl Ümid düşdü. Ümid. Sonra Hüseyin düşdü. Nə olub bu uşaqların mən? Əvvəl Ümid, sonra Hüseyin düşdü. Baxın uşaqlar. Buradakı əvvəl sizcə qoşma ola bilər? Zöhrab. Qoşma olması üçün o deməkdir ki, maşından əvvəl Ümid düşdü. Deməli, Ümid düşüb, sonra maşın düşüb. Başa düşdünüz? Məna olaraq meydana çıxmır. Biz bunu gətirib bunun